Salam, hörmətli izləyicilər. Bugün mən bu batareyanın kalibrovkası barədə danışmaq istəyirəm. Yəni, batareyanın belə deyək, ömrünü uzatmaq üçün, düzgün, yəni faizin göstərməsi üçün burada bir neçə metodlar var. Bu metodlar vasitəsilə batareyanın ömrünü uzatmaq olur. Birincisi, bu daim o videolarda paylaşıram. Yəni, odur ki, batareyanı ən az həftədə bir dəfə 100% zaryadka qoymaq lazımdır. Bu da ona görə lazımdır ki, batareyanın içində olan yaçeykalar arasında olan o balansirovka düzəlsin. Yəni, orada bəzən olur ki, bir yaçeykada daha çox enerji işlənir, bəzən də az işlənir. Yəni, bu balans pozulur və həftədə bir dəfə azı, həftədə bir dəfə zaryadka qoyanda həmin o balansirovka düzəlir və batareyka daha dəqiq işləyir, həmçinin də onun ömrü uzanır. İkinci məsələ isə yəni batareyanın kalibrovka olunmasıdır. Bu isə yəni birbaşa batareyanın özünə bağlı deyil, yəni onun keyfiyyətinə, uzun ömrlüyünə təsir eləmir. Sadəcə onun göstəricisini kalibrovka eləyir, dəqiqləşdirir. Yəni burada gördüyünüz kimi bu faiz, bu indi hal-hazırda mən bunu 20%-ə qədər salmışam. Bu deməli, kalibrovka pozulanda bu düz göstərmir. Yəni, avtomobilin beyni, BMS deyilən bir şey var. O, yəni, batareyanın beynidir, batareyanı idarə edən bir qurğudur. Və bu kalibrovka pozanda faiz burada yəni, düz göstərilmir. İndi, ola bilər ki, 20 göstərsə də bu göstərici bəlkə də 15-dir, 10-dur. İndi, onu dəqiq bilmək olmur. Və təlimat kitabçasında yazılıb ki, bunu 3-6 aydan bir kalibrovka eləmək lazımdır. 6 aydan bir də, yəni 3 aydan 6 aya qədər. İndi yəqin ki, o sürməyə nasıldır? Yəni az sürüləndə 6 aydan bir olar. Çox sürülürsə avtomobil, bunu 3 aydan bir də eləmək olar. Və kalibrovka necə olunur? Batareyanı tam sıfırlayıb, sonra 100%-ə qədər şarj eləməkdir. Bu elektromobillərdə bu daha asandır eləmək. Bir qardaş da YouTube'da bunu paylaşmışdı. Yəni, elektromobildə belə ki, batarya işləndikcə yəni azalır, düşür sıfıra qədər. Ancaq hibridlərdə, plug-in hibridlərdə, yəni BYD-nin bu plug-in hibridlərində avtomobil 20, maksimum 18%-dən aşağı düşməyə qoymur və sonra benzin motoru işə düşür, zaryadka gedir və bunu belə adi qayda salma olmur. Təlimat kitabçasında yazılıb ki, bunu eləmək üçün servis mərkəzinə yaxınlaşmaq lazımdır. Hansısa avadanlıq vasitəsi bunu edə bilərlər. Lakin də Azərbaycanda belə rəsmi servis yoxdur. Mən bir neçəsi ilə də bu olan salonlarla maraqlandım. Heç bir, yəni bundan bağlı heç bir anlayışı yoxdur. Bir məlumat verə bilməyiblər. Və özüm indi başqa bir asan, rahat bir metod tapmışam. Yəni bunu istənilən adam istər ev şəraitində, istər o şarj stansiyalarında bunu edə bilər. Bunun üçün nə etmək lazımdır? İndi avtomobil ilk növbədə yəni, maksimum zaryadkasını aşağı salmaq lazımdır. Bunun üçün yəni, mən indi gördüyünüz kimi artıq 19'a düşüb. Burada belə bir BB knopkası var burada. Onu basıb irəli bir 3 saniyə saxlayandan sonra bu priborda, burada EV işarəsi göy rəngə çevrilir və buna max EV deyilir. Yəni, maksimal elektrik rejimə keçib. Burada avtomobil hətta qazı tam basanda da benzin motoru xodlanmır və maşın arsa 20%-ə qədər düşə bilir. Və 20%-ə salandan sonra siz gəlirsiniz, istər indi ev şəraitində, istər stansiyada siz o zaryadka başlığın zaryadka yerinə salırsınız. İndi sizə bunu göstərəcəm. Qoy maşından düşündü. Bunu əyyanı sizə göstər. İndi gördüyünüz kimi mən şarj aparatı yerinə salmışam və indi mən belə bir yerdə bunu şarj edirəm. Gördüyünüz kimi belə bir avadanlıq 7 kW-lıq yəni bir aparatdır. Və bunu işə salmaq üçün gördüyünüz kimi mən bu Rubinlikə qoşmuşam və bunun tam işə düşmək üçün bura NFC kart var bunun. Bura vurandan sonra burada yaşıl işıq da yanır eyni vaxtda və avtomobil zaryadka götürməyə başlayır. Lakin hal-hazır mən o aparatı salsam da bu NFC-ni qoşmamışam
Yəni maşın zaryadka götürmür. Və indi kimisə, yəni belə bir aparatı yoxdursa, sadəcə Rubinki qoşa bilər və yaxud da stansiyada bunu şarj yuvasına taxıb, sadəcə ödəniş etmədən, yəni belə bu prosedur eləmək olar. Və indi bunu göstərəm, bundan sonra hansı prosedur olunmalıdır. Və bunu edəndən sonra avtomobilə əyləşirsiniz və maşında gördüyünüz kimi bu klimat kontrolü tam gücünü işə salmaq lazım. Ya bunu haya qoyuram, peçi, burada kondisioneri qoşuram və bu vəziyyətdə batareya yavaş-yavaş faizi azalmaya başlayır və gördüyünüz kimi benzin motorda artıq 18%-ə düşsə də benzin motor xodlanmır. Və bu nə ilə bağlıdır? Çünki o zaryadka aparatını ora salandan sonra burada OK işarəsi, yəni priborda OK işarəsi əmələ gəlmir və o OK olmayanda da maşını yəni, istəsəniz də işə sala bilməzsiniz. Lap qazı istəyir, yandığınız yerdə sona kimi bassanız da və yaxud da sürmək istəsəniz yəni, mümkün deyil. Yəni bu vəziyyətdə yavaş-yavaş batareyanı sıfırlamaq mümkündür. Gördüyünüz kimi artıq 17%-ə düşür, yəni normalda heç vaxt, yəni mən 18-dən aşağı görməmişəm, artıq yavaş-yavaş düşməyə başlayır. İndi əgər avtomobildən isti olarsa, havalar nisbətən mülayim olanda bu prosesi eləyəndə, yəni pəncərəli açıb maşından düşə də bilərsiniz ki, isti olmasın. Lakin bunu gözləmək lazımdır. Bu hardasa ümumiyyətlə sıfırlamaq belə deyirlər 10%-dən aşağı, yəni 0.9-a qədər artıq sıfırlamaq sayılır. Yəni bu faizlərdə artıq sıfırlanmış sayılır. Ondan sonra siz bunu tam 100-ə qədər şarj eləməlisiniz. İndi mən gözləyəcəm bu biraz da düşsün. Hardasa ola bilər. Mümkün qədər salacam, görün nə qədər mümkündür. Yəni bunun bir neçə şərti var. Yəni bu kalibrovkanda artıq bir 3 vacib şərti var. Bunlar da odur ki, deməli birinci ilk növbədə maşın aşağı tok nazaretə qoyulmalıdır. AC tok deyilir. Aşağı olsa bu BYD bu aşağı komplektasiyalarında heç elə güclü tokla da götürülür. Maksimum 3.3-dür. Hətta mən gördüyünüz kimi 7 kW'lığa qoysam da maşın həmişə yəni videolar göstərmiş 3.2-dən çox yığmır. Yəni həmişə sanki 2 dəfə az yığır. Siz məsələn 3 kW aparata qoyanda 1,5 yığır. Bu nəsə bunun belə bir xüsusiyyəti var və əsas o da AC tokla, yəni güclü tokla işləyən BYD-lərdə yəni, mütləq kalibrovka vaxtı bunu aşağı tokla zaryadka qoymalıdırlar. Bu bir şərt. İkinci şərt ondan ibarətdir ki, maşını yəni siz tam ki sıfıra saldınız və onu bu vəziyyətdə qoyub getmək olmaz qətiyyən. Bu batareyanın birbaşa yəni xarab olmanı gətirib çıxardır. Yəni sıfırladınızsa mütləq həmin anda dərhal maşın zaryadka qoyulmalıdır. 100%-ə qədər mütləq qoyulmalı ki, yəni bunu heç 50%-də və yaxud da hansı fayda saxlama olmaz. Yəni üçüncü şərt də odur ki, mütləq 100-ə qədər zaryadka olmalı. Bunu yəni 95-də bəzən görün 95-də saxlayırlar, yəni 80-də saxlayırlar. Yəni güya 100-ə qoyanda ziyandır. Xeyr, BYD-nin LFP batareyaları əksinə 100% tələb edən batareyalardır. Yəni onların sağlamlığına, uzun ömürlüyünə təsir edir. Yəni daim siz istərsəniz lap gündə də 100%-ə qədər zaryadka qoya bilərsiniz. Yəni bu şərtlərə əməl edib siz bu kalibrovkanı yerinə yetirə bilərsiniz. İndi gördüyünüz kimi artıq 16%-ə qədər maşın yəni batareya düşüb. İndi bu tam sıfırlayandan sonra bunu çəkib sizə göstərəcəm. Gördüyünüz kimi artıq zaryadka 6%-ə düşüb və mən bir məsələ fikir verdim. Yəni bu ilk dəfə elədiyimə görə, yəni indi onu bildim ki 7%-ə qədər peç tam istilik verirdi. Gördüyünüz kimi bax qoşmuşam, haydadır. Bu kondisioner işarəsi qoşulub. Yəni bu peç rejimi sayılır və 7%-ə qədər burada peç isti vururdu. 7%-ə düşəndən sonra peç söndü, artıq istilik vermir. İndi belə baxıram. İndi bunu belə kondisioner də demək olar ki, elə soyuq. Deyək yoxlayaq bunu kondisioner rejiminə. Qoyun görüm soyuqluq verəcək yoxsa yox.
sanki elə bir maşın özün bataryanı qorumaq üçün artıq yəni peçizazı söndürür ki, yəni belə ekstrem vəziyyətdə batarya tez ölməsin. Artıq demək olar bu batarya üçün 10%-dən aşağı bu avariya rejim sayılır. Yəni artıq avtomobilin o beyin bunu qorumaq üçün bütün vasitələr istifadə edir və indi baxıram ki, belə soyuq da vurmur artıq. Loya qoysam da buradan elə bir adi ventilator kimi bir hava gəlir. Yəni bütün o teplovoy nasos, istilik nasosu deyilən bir şey var da. Yəni o artıq o da sönüb, nə istilik vermir. Kondisioner sönüb, yəni adi ventilator. Və mən özüm də artıq fikirləşirəm ki, yəni belə internetə maraqlamışam. 0-dan 9-a qədər artıq bu sıfırlanmış sayılır. Yəni bunu heç məncə risk eləyib belə tam sıfıra da salmaq lazım deyil. Elə ki artıq kifayətli demək 6%, yəni ki 5%-ə düşəcək. Və artıq buradan yəni yuxarı demək olar ki, mən zaryadkaya qoymaq olar və artıq bu kalibrovka prosesi başlayıb gedəcək. 100%-ə qədər dolduracam bunu. İndi düşüb aparatı qoşub, yəni o artıq zaryadka rejiminə keçirdib. İndi sizə bu videonu davam etdirəcəm. Və hörmətli izləyicilər, gördüyünüz kimi mən zaryadka aparatın artıq işə saldım və gördüyünüz kimi artıq maşın zaryadka yığmağa başlayır. 3 kW-dan yığmağa başladı. Biraz da artır və bir şey fikir verdim ki, yəni onu qoşmamışdan, yəni adi NFC kartı zaryadka aparatını vurdum, işləmədi. Yəni mən məcbur oldum o zaryadka şarj aparatını oradan çıxarıb yenidən taxım və çıxardan kimi dərhal benzin motoru işə düşdü. İşə düşdü və onu təzədən ora taxan kimi söndü və zaryadka yığmağa başladı. Yəni gördüyünüz kimi maşın yəni özünü qorumaq, bataryanı qorumaq üçün benzin motoru yəni imkan olan kimi işə salır ki, yəni batarya tam ölməsin. İndi hal-hazırda artıq gördüyünüz kimi zaryadka prosesi gedir. 2 saat 48 dəqiqə. İndi burada bildiyiniz kimi bu 97%-də dayanır. 20-25-də bəzən biraz da çox orada balansirovka prosesi gedir. İndi yəqin ki bu 3 saatdan artıq çəkəcək. Mən maşın qoyub gedəcəm. 3 saatdan sonra gəlib artıq bu yəni ki dolacaq. Bunu götürəcəm. Artıq 7% gördüyünüz kimi gedir. Və videonun əvvəldə dediyim kimi bu prosesi eləyəndə yəni əgər siz bunu 10%-dən aşağı saldısa ya maşını elə qoyub qətiyyən getmək olmaz. Dərhal bunu qoyursunuz, zaryadkaya başlayır və zaryadka 100%-ə çatmayana qədər də bunu qətiyyən çıxartmaq olmaz. Tam 100%-ə qədər də maşın dolmalıdır ki, bu balansirovka prosesi geçsin. Yəni əsas məqsəd o idi ki, mən bunu axır ki, yəni tapdım, bu üsulu tapdım, 1 ildir. Yəni demək olar bundan məşğul idim. Axtarırdım, araşdırırdım və nəhayət ki tapdım. Yəni internetdə özüm heç yerdə bu barədə nə video, nə bir məlumat yoxdur. Yəni hələ ki yəqin belə ehtiyac olmayıb ki, kimsə bununla maraqlansın, eləsin. Lakin təlimat daim çalışıram, yəni bütün təlimatda olan göstərişlərə əməl edeyim və demək olar ki, bir dənə problemli məsələ bu qalmışdı. Bunu da yəni tapdım, yolunu tapdım. İndi bunu da sizdən bölüşəcəm. Yəni sizdə məsləhətdir ki, hamı kimdə ki bu maşınlardan var, bu kalibrovkanı mütləq eləsin 3 ay, 6 ay ərzində, yəni bunu 6 aydan bir heç olmasa bunu eləsin ki, yəni burada göstəricilər düz göstərsin. Çünki bu bəzən görürəm ki, bunu eləməyəndə yəni baxırsan yolda qalırlar, zaryadka məsələn 20% göstərdiyi yerdə birdən-birə sıfıra düşür. Yəni bu hamısı bu kalibrovkanın olmaması nəticəsi. Yəni yolda qalmamaq üçün mütləq bunu eləmək lazımdır. Və bu ilə bağlı demək istədiyim bu qədər. Sağ olun. Növbəti videolarda görüşənədək.